Vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzindən Kimya müəllimi Vüsal Esiyonova. Artıq birinci cəhd imtahanı bugün bitdi və birinci qrup üçün kimya fənninin izahını verəcəm. 61-ci sualda bizə verib C3H6 və yanma istiliyi verib 1440. Yanma istiliyi nədir? 1 mol maddənin yanmasından ayrılan istilikdir. 0,4 molun yanmasından ayrılan istiliyi soruşur. Ona görə də sadə tənasüb qururuq. 1 mola 1440 kJ istilik ayrılırsa 0,4-ə nə qədər ayrılar? Buradan x bərabərdir 576 kJ D variantı. 62-də HX-O3 və XH3 birləşməsində X hansı element ola bilər? Uşaqlar, oksigenləşmə dərəcəsini təyin edə bilərsiniz. HX-O3-də oksigen -2, hidrogen -1 olarsa X-a -5 düşür. XH3-də hidrogen -1 olarsa X -3 olur. -5, -3 oksigenləşmə dərəcəsi göstərən element 5-ci qrup elementidir. 5-ci qrup elementlərindən də burada yalnız azot var. Olacaq cavabımız A variantı. Hansı reaksiyadan mis alınır? Reaksiyadan alınacaq A variantından uşaqlar pirometallurgiya üsulu metal oksidlərinin reduksiya edicilərlə reduksiya olunması, hidrogen, dəm qazı və karbon istifadə edirdik. Alınır buradan mis pirusu. 64-cü sual. Bizə verib üzü birləşmə, kütləsi verib 18,5 qram və 18,5 qramında olan oksigen atomlarının sayını verib 0,5 Na. Və biz bu maddənin 18,5 qramının altından emerin yazmalıyıq. Emer olacaq nə qədər? 14N plus 32. 14N plus 32, yəni emer 1 molunda olan oksigen atomlarının sayına qədərdir? 2Na'dır. İxtisar eləyə bunları qalsın burada 4. 14N plus 32 bərabərdir. 4'ü 18, 5'ə vursaq eləyəcək 74. 14N bərabərdir. 74'dən 32'ni çıxsaq 42. N də bərabərdir. 3 eləyəcək. N istəyir bizdən. Bəli, cavabımız olur C variantı. 65. Hansı sxemdə X maddəsi nitrat turşusudur? A variantında natrium karbonat reaksiyası bu NO2'ya aiddir. Uşaqlar NO2 qarışıq oksiddir və bu cür duzlarla reaksiyaya girəndə 2 duz alınır. Ona görə A variantı olmaz. Qələvi ilə reaksiyadan deməli amonyak alıb, kalium nitrat alınıb. Bəli, bu olacaq nitrat turşusu. Çünki nitrat turşusunun qələvlərlə, ümumiyyətlə əsaslarla reaksiyasında üzr istəyirəm, duz və su alınırdı orada. Burada isə əlavə amonyak var. Ona görə bu ola bilməz. C variantında əgər turşudursa, turşularla əsas oksidlər arasında reaksiyasında duz və su alınır. Bəli, bu nitrat turşusu ola bilər. Nitrat turşusunu gəlsək kalsium oksidinin üzərinə kalsium nitrat və su alınacaq. Cavabımız olur D variantı. Hansı maddənin tərkibində karbon atomu var? Karbon atomu var. Gips kalsium sulfatdır. Kvars qumu silisium dioksiddir. Silan silisium H4'dür. Pirit ferum S2'dir. Çay sodası. Çay sodası natrium H, CO3'dür. 67-ci sual. Natrium hidroksidinin suda məhdud elektroliz zamanı anodda 50 ml qaz ayrılıb, katodda neçə ml qaz ayrılar? Natrium hidroksidinin suda məhdud elektrolizini yazaq uşaqlar. Plus suda məhdud elektrolizi. Katodda hidrogen alınacaq. Çünki aktiv metallarda katodda sadəcə hidrogen alınır. Anodda da hər iki maddədə hidroksil iyonu qalır. Yəni bu da oksigenin alınmasına səbəb olur. Alınacaq bu şəkildə. Deməli, anodda 50 ml qaz ayrılıbsa, katodda ayrılan qaz nə qədər olacaq? 2'nin 1'ə nisbət olduğuna görə olacaq 100 ml C variantı. Etilen və etanı, etilen C2H4 alkenlərə aiddir, doymamış birləşmə. Etan C2H6 doymuş alkanlara aiddir. Suda məhlul, hansı maddəni suda məhlulda fərqləndirmək olar? Kalium permanganatla uşaqlar. Çünki kalium permanganat da bromlu sudur. Bunlar pir habitəsi olan birləşmələrlə rəngsizləşmə reaksiya edirlər və məhlul rəngsizləşdiyi üçün təyin etmək olur. Amma alkanlar belə bir reaksiyaya daxil olmur. Ona görə olur D variantı. 69'da verilmiş birləşmənin molekulunda neçə ədəd dördlü karbon atomu var? Uşaqlar, dördlü karbon atomu hansına deyirik? 4 tərəfdən təşkilat rabitə ilə əhatələnmiş tək karbona deyirik. Və burada düşməsə də bizim buradakı karbonumuz dördlüdür. Bir də buradakı karbonumuz dördlüdür. Olur neçə dənə? 2 dənə dördlü karbon atomumuz. 3 qram alkan yandıqda 8,8 qram karbon qazanılır. Bu alkanın formulunu. Alkanların ümumi formulu uşaqlar CnH2n plus 2'dir. Kütləsi 14N plus 2'dir. 14N plus 2 yazanda alınan karbon qazı 44N olur. Alkan tərkibində neçə karbon varsa o qədər mol sayı olan karbon qazı alınır. Karbon qazının da emeri 44'dür. 14N plus 2'yə 44N'dir. 3'ə 8,8'dir. İxtisar eləsək burası 0,2 yazsaq 3N bərabərdir. 4,2N plus 0,4. Buradan çıxanda qalır 1,2
1 4.2 eləmir burada. 2.8 eləyir, düzdür? 2.8 n. 3n-dən 2.8 n çıxsaq qalır 0.2 n bərabərdir 0.4. Buradan da n bərabərdir olur 2. n 2-dirsə cavabımız olur C2H6. İnşallah riyazi bir səhv eləmədim. 3-dən 2.8 çıxanda 0.2 n qalır, bəli. Hansı maddənin molekulunda kimyəvi rabitələrin yaranmasında 6 elektron iştirak edir? Uşaqlar, 6 elektronun olması 3 rabitə deməkdir. Çünki bir rabitə 2 elektron buludunun vasitəsilə yaranır. 6 elektronun 3 rabitə deməkdir. 3 rabitə də bizdə burada 3 valentli olan azot molekulunda olacaq, azot atomları arasında. Ona görə olacaq cavabımız E variantı. Hansı kimyəvi birləşmədə elementlərin kütlə nisbəti düzgün göstərilib? Hidrogen sülfitdə 2-nin 32-yədir. Bu da 2-yə ixtisar gedəndə 1,16 qalır. Ona görə yanlışdır. CO12-nin 16-yadır. 4-ə ixtisar gedəndə 3-ün 4-ə qalacaq. Düzgün cavabımız olur B variantı. 73-də fosforun turşuları molekulunda atomların ümumi sayı 5, 8, 13. Cavablarda da 3 turşudan söhbət gedir uşaqlar. Bu 3 turşunun da formulunu yazsaq, metafosfat HPO3-dür. Ortofosfat H3PO4-dür. Pirofosfat da H4P2O7-dir. HPO3-də 5 dənədir. Deməli X HPO3 metafosfatdır. H3PO4 də 8 dənədir. Deməli metafosfat, ortofosfat və pirofosfat olur cavabımız B variantı. Reaksiyada tarazlığı deməli qarışqa turşusunun metil efiri bu istiqamətə yönəltmək üçün nə etmək lazımdır? Tarazlığı, yəni düzünə istiqamətdə yönəltmək üçün. Düzünə istiqamətə yönəltmək üçün qarışqa turşusunu çıxarmaq, xeyr, əlavə eləmək. Bu maddələri əlavə eləmək, bu maddələri isə çıxartmaq lazımdır. Qarışqa turşusu çıxarmaq yanlışdır. Metanol əlavə etmək, bəli, olar. Efiri çıxarmaq, bəli, olar. Su əlavə etmək, xeyr. 2, 3 doğru cavabımız olur E variantı. Hansı reaksiya qatı sulfat turşusunun xassəsini əks etdirmir? Uşaqlar, hidrogenin ayrılması duru sulfat turşusuna aid olan xüsusiyyətdir. Ona görə B variantı olur cavabımız. Çünki əks etdirmədiyini soruşur. Tərkibdə peptid rabitəsi olan polimeri göstərin. Peptid rabitə necə yaranırdı uşaqlar? Peptid rabitə əmələ gəlirdi amin turşuları arasında və amin turşuların birləşməsindən yaranan iri molekullu birləşmə də burada zülaldır. Sonra 77-də reaksiya daxil olan maddələr, azot və hidrogen. Maddələrdən biri tam sərf olunduqda. Azotla hidrogenin reaksiyasını yazanda uşaqlar əmsallaşdıranda görəcəksiniz ki, azotla hidrogen 1-in 3-ə nisbətdə reaksiya daxil olur. Burada azotu 1 verib, hidrogeni 4 veribsə, o deməkdir ki, azot tam sərf olunur, hidrogenden artıq qalır. Çünki 1 mol azota 3 mol hidrogen kifayətdir. Onda biz tam sərf olunan əsasını hesablama aparırıq. 1 mol azot sərf olunanda 2 mol amonyak alınır. 2 mol amonyakın da kütlə ilə soruşduğuna görə kütləsi 14-17 bərabərdir 34 qram D variantı. Kalium su ilə reaksiyasından hansı maddələr alınır? Kalium plus su aktiv metalların su ilə reaksiyasından qələvi və hidrogen ayrılır. Olur cavabımız D variantı. Hansı maddə CnH2-2 formuluna malikdir? Bu ya alkaden olmalıdır 2-2 qat rabitəsi ya da alkin olmalıdır 1-3 qat rabitəsi. Olur cavabımız E variantı. Oksigen hansı metallarla qarşılıqlı təsirdə olmur? Gümüş və qızıl olacaq. C variantı. CXH6 molekulunda 1 ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimeri əmələ gətirə bilər? Uşaqlar, 1 ədəd 2 qat rabitəsi varsa bu alkendir. Onda C3H6 olacaq. C3H6 propilendir. Propilen də əmələ gətirdiyi polimerdə 1-2 qat rabitə olduğu üçün qırılır, 2 qat rabitəsi olmur. O da olacaq cavabımız E variantı. 82. 460 qram suda 40 qram natrium hidroksid həll edilmişdir. Natrium hidroksidin kütlə payı. Kütlə payını necə hesablayırıq uşaqlar? Omega bərabərdir. Maddə 40 qramdır. Bölmə məhlul. Məhlulumuz nə qədərdir? Su ilə maddəni toplayırıq. Eləyir 500 qram məhlulumuz. Vurmaq 100. Bu da eləyir 8% E variantı. Reaksiya aid doğru ifadələri müəyyən edin. Deməli, xlorlu suyun alınması reaksiyasıdır. Bəli, xlorlu əhəng xeyir. Xlorid və hipoklorid turşusu əmələ gəlir. Bəli, xlorid və hipoklorid turşusudur. Oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, bəsit maddə görən kimi zaten avtomatik oksidləşmə reduksiya reaksiyası olduğunu başa düşürük. Xlorid və perixlorat əmələ gəlir. Xeyr, yanlış. Doğru cavab olacaq nə? 1, 3 və 4-cü. 84. Maddə CnH2+1 aldehidlərə aiddir. Hidrogen atomunun sayı 4, karbonun sayını soruşur bizdən. Hidrogenin sayı 2n+1, bir dənə də burada var. Yəni 2 bərabərdir 4 dənədir soruşurlar. 2n bərabərdir 2, n də bərabərdir 1 olur. Karbonun sayı, yəni x bərabərdir, olacaq neçə dənə? 2 dənə. Çünki biz n-i tapmışıq 1 uşaqlar. Bir dənə də aldehid qrupunda var axı karbon, olacaq cəmi
2. 85. Reaksiya tənliyində reduksiya edicinin əmsalına, oksidləşdiricinin əmsalına olan nisbətini hesablayın. Əmsallaşdırma aparaq uşaqlar. Əmsallaşdırma aparmaq üçün bir dənə bura diqqət eləyək. Oksigen burada 3 dənədir, burada 5 dənədir, düzdür? Bərabərləşdirmək üçün nə edəcəyik? Bura mütləq şəkildə 5 yazaq, burada 3 yazaq ki, bərabərləşsin. Ora 5 yazdığımız üçün burada 5 yazmalıyıq. Peki o 5-də olacaq fosfor neçə dənə? 6 dənə. İndi bizdən nə istəyir? Reduksiya edicinin əmsalını. Reduksiya edicimiz hansıdır? Fosfordur. Sıfırdan gedib müsbət deməli 5-ə. Müsbət 5-ə gedib reduksiya edicinin əmsalı 6-dır. Oksidləşdirici hansıdır? Xlordur. Xlor buradan müsbət 5-dən gedib mənfi 1-ə. Bunun da əmsalı 5-dir. Oksidləşdiricinin əmsalına olan nisbəti 6-nı 5-ə bölsə eləyəcək neçə? 1,2. Sonra növbəti sualımız elementlər X, Y elementi nisbi atom kütləsi, proton sayı, neytron sayı. Uşaqlar, nisbi atom kütləsindən protonu çıxanda bizə verir neytron. Deməli, bu 8-dir. Nisbi atom kütləsindən neytron çıxacaq. Bu da olacaq neçə? 15-dir. 8 plus 15 bərabərdir eləyir 23. Doymuş bir atomlu alifatik spirtlərin ikinci nümayəndəsi. İlk nümayəndə metanol spirtidir, ikinci nümayəndə etil spirtidir. C2H5OH. Hətta açıq yazım. Nə sual soruşur bizdən, bilmirəm. CH3 bu şəkildə yazım, C2H5OH-ı. Atomların ümumi sayı. Atomların ümumi sayı olacaq neçə dənə uşaqlar? 4, 7, 9 dənə. 1-ə getdi A, C2H5OH 7, 9 dənə. Hidrogen atomlarının sayı 5, 6 dənə. D getdi bura. Polyar kovalent rabitələrin sayı. Polyar kovalent rabitələr sayı hidrogenlər 3, 2, 5 dənə. Burada da bir dənə oksigen 6 dənə. Bir dənə də oksigenlə hidrogen arasında 7 dənə. B də getdi bura. Növbəti açıq suallarımız ətraflı yazılı cavab tələb olunan suallar. 1 litrlik qabda baş verən reaksiya daxil olan və alınan maddələrin mol miqdarlarını zamandan asılı qrafiki verilmişdir. Tamam. Reaksiya daxil olan maddələrimiz dəm qazı və oksigendir. Reaksiyanı burada yazım. 2 dəm qazı plus oksigen alınıb 2 mol karbon qazı. Bəs qrafikdə nə verib bizə? Qrafikdə verib başlanğıc olaraq hər ikisini 7 verib. Başlayan hər ikisindən 7 başlayıb. 7, 7 mol miqdarı. Sonra nə baş verib uşaqlar? Biri sərf olunub, ən çox sərf olunan hansıdır? Çox sərf olunan dəm qazıdır. Demək ki, qrafik üzü aşağı gələn, yəni A qalan sərf olunan olacaq 7 minus A. Oksigen sərf olunub nə qədər? B-də gəlib dayanıb. Oksigen sərf olunub 7 minus B. Bəs alınan maddə, karbon qazı nə qədərdir? Tarazlıqda. Alınan maddə olub 6. Deməli, bunun sərf olunması 7 minus A idi. Tarazlıqda nə qədər qalmışdı? A. Bunun tarazlığı nə qədər qalmışdı? B qalmışdı. Karbon qazı da 6 alınıb. Uşaqlar, karbon qazı 6 alınıbsa, əslində bunun sərf olunmalarını da tapa bilərik. 2, 1, 2 nisbətində deyil. Karbon qazı 6 alınıbsa, deməli, dəm qazda 6 sərf olunub. 6 sərf olunubsa, onda A nəyə bərabər olacaq? 7 minus 6 A-ya bərabərdirsə, A bərabərdir 1 olacaq. Oksigen 1'ə 2 olduğu üçün 3 mol sərf olunub. 7 minus B 3'ə bərabərdirsə, B də bərabər olacaq 4'ə. İndi görə nədir bizə? A'nı, B'ni tapdıq və ilk 20 saniyədə reaksiyanın CO-ya görə sürətini hesablayın. İlk 20 saniyədə sərf olunan CO nə qədərdir? Sərf olunan CO deməli tapdıq ki 6'dır. Sürəti hesablasaq V bərabərdir. Sərf olunan 6 bölmək 20 saniyə. Bu da eləyəcək 0,3. Növbəti reaksiya daxil olan kükürt və fosfor kütlələri bərabərdir. Alınan P2S3'dür deyək. Deməli, fosfor plus kükürt alınır P2S3. Əmsallaşdırsaq 2 bura, 3 bura. Deməli, 2 mol fosfor eləyir 62 qram. 3 mol kükürt eləyir 96 qram. Bərabər kütlədə götürəndə nə baş verir uşaqlar? Bərabər kütlədə götürəndə artıq qalan fosfor olar. Hər dəfə deyirik ki, kütləsi çox olan tam sərf olunur. Deyir ki, biri tam sərf olunur, deməli kükürt tam sərf olunub və digərindən 17 qram artıq qalır. Bax, burada biz kütlə fərqinə görə hesablama apara bilərik uşaqlar. Başlanğıc qarışığın kütləsini istəyir bizdən. Deməli, 62'ye 96 reaksiyaya girəndə 96'dan 62 çıxarıq, kütlə fərqi eləyir nə qədər? 34 qram. Deməli, onda tənasüb vururam ki, 96 qram kükürt reaksiyaya girəndə kütlə fərqi 34 qram olur. M qram reaksiyaya girib tam sərf olunan kükürtdür deyə hesablamanı ona görə aparırıq. M qram kükürt reaksiyaya giribsə 17 qram artıq qalma olub. İxtisar gedəcək 2, M bərabərdir olacaq nə qədər? 48.
M 48 olduğuna göre 48 başlanğıc qarışığın kütləsi eləyir 96 qram. Bu birinci. Və alınan P2S3-ün mol miqdarı tamam 96-dan alınır 1 mol P2S3 48 olduğuna göre yarısı olacaq alınır 0,5. İkinci de olacaq 0,5. 90-cı sual. Deməli, maddə, alken və alkaden hidrogen atomlarının sayı bərabərdir. Alkenlərin ümumi formulu CnH2n-dir. Alkadenlərlə n-lə yazmayım uşaqlar, başqa hərflə yazım çünki hidrogen atomlarının sayı bərabərdir. CaH2A-2 yazın. Hər ikisi bir-birinə bərabərdir. Burada bizə əlavə şərtdə kömək verib. Alken homoloji sıranın 3-cü nümayəndəsidir. 3-cü nümayəndədirsə alkenlərdə 2 nümayəndə 2 karbonludan başlayır. İkinci nümayəndə 3 karbon, üçüncü nümayəndə 4 karbon olacaq. Deməli, alkenimiz nədir? C4H8-dir. Tərkibində 8 dənə hidrogen atomu olan, deməli, A bərabərdir 8-dir. Alkadenlər CnH2n-2 daxı uşaqlar. 2n-2 8-ə bərabərdirsə, 2n bərabərdir 10, n bərabərdir 5 olacaq. N bərabərdir 5-dirsə, maddəmiz C5H8-dir. Alkaden molekulundakı karbon atomu, sadəcə karbon atomlarının sayını istəyir. A-nı tapdıq 8. İkinci də bizdən karbon atomu sayını istəyir 5. Bu da ikinci. Bu qədər uşaqlar. Düşünürəm ki, elə çətin suallar yox idi. Ümid edirəm ki, maksimum dərəcədə nəticə göstərə bilmişsiniz. Hər birinizə uğurlar arzulayıram.